Dubayda əmlak aldığınızda qiymətindən əlavə hansı xərcləriniz olur? İndidən bu dəyərli məlumatları unutmamaq üçün videonu qayd edin. İlk öncə mülk dəyərinin 4%, üstəgəl $1500 çıxarış xərci. İkinci olaraq Dubayda əmlak şirkətinə ödəyəcəyiniz 2% komissiya. Qardaş, evi aldıq, hamısı bitdi? Əlbəttə ki, yox. Burada da bizdəkinə bənzər komendant pulu, yəni servis charge ödənişləri alınır və Azərbaycana nisbətən qiymətlər daha bahalıdır. 1 kvadrat metr qiyməti illik olaraq təqribən $50 civarında dəyişir. Yəni bir otaqlı studio 40 kvadrat metrli mənzil üçün illik təqribən $2000 servis charge, komendant pulu ödəyirsiniz. Əlavə olaraq isə onu deyə bilərəm ki, burada kira gəlir üzərindən heç bir vergi ödənilmir və yenidən satdıqda əgər gəlir qazanırsınızsa, bu halda da vergi ödənilmir. Bunun kimi faydalı Dubay əmlak bazarına aid məlumatları görmək istəyirsinizsə, səhifəmizi izləməyi, bizi takib etməyi, bəyənməyi unutmayın. Təşəkkürlər.